Tovuzda 20 yaşlı qadın boğaz nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. Qovlar şəhər sakini 20 yaşlı Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaqlanıb. O ağır xəsarətlərlə Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qadın dərhal cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir. Dünən də məhkəmələri idi. Qız uşağı götürdü, qapının ağzına getdi. Biz də pilləkənin yanındaydıq. Dedim, ay Totuş, bəri gəl, çölə çıxmaq. Onu gördüm, bıçağı çəkdi, qonşuların hamısı səsə yüyürdülər. Ona tam maşına qoyduq, gəldik. Maşın yolda qutardı, ayrı maşından gəldik. Ayrı heç nə bilmirəm. Bir dənə qızı var. 1 il nə qədərdir. Yox, yeni ayrılmışdılar. Gələn kimi məhkəməyə ərizə verdi, boşanma. Dünən dedi ki, qızılları verməyəcəm. Hadisəni törətməkdə qadının həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir. Zərər çəkənin xalası bildirir ki, Nəbi xaricdə olub və dəfələrlə Rufanəni öldürəcəyi ilə hədəliyib. Cütlük boşanma ərəfəsindədir və ötən gün onların məhkəməsi olub. Onların birgə nigahdan bir övladı var. Qısqanclıq yox, ailədə nəsə ziddiyyəti yox. Bu çıxıb gedəndən sonra qız da çıxıb anası evinə gəlibdi. Görüb yola getmirlər, çıxıb anası evinə gəlibdi. Heç nə, oradan maşına minib anası evinə. Sən niyə hansı maşına getsən, niyə gedibsən, nə işə getsən? Mən boşayacağam səni, istəmirəm səni. Onun üstündə dünən məhkəmələri deyəsən. Məhkəmə çağırmışdı dünənləri. 2 ildir qız deyir, anan gəlməsin bu evə. Qohumun gəlməsin. Telefon danışmaq olmaz. Bacınla danışma, ananla danışma. Bir qohumun gəlməsin bu qapıya. Kimsə gedib gələ bilməz. Mən xoşlamıram. Hansı zamanadır belə bir şey olarmı ki, ana evladıyla danışmasın, qız bacı ilə danışmasın. Elə bir hansı zamanada yaşayacaq biz? Olmaz axı. Bu o fikirlə Rusiyadan bura gəldi ki, onun başını böyrünə qoymağa gəlirəm. Özümə deyib, özümə. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanıb. Rayon polisi isə hadisəni törətməkdə şübhəli bilinən Nəbi Nəbiyevin axtarışlarını davam etdirir. Cümşüd Məmmədov, Ramal Abdullayev, Xəzər xəbər.